Bismillahirrahmanirrahim. Güvəni Allah ilə şeytandan müraciət etmişdən. Əziz və hörmətli İbrahim oğulları, Adam oğulları, bir də o kəslər ki, bizləri dinləyirlər. Sizinlə danışan 20-ci əsrin sonu, 20-ci əsrin əvvəlində Allah tərəfindən seçilərək qaldırılmış xəlil ümmətindən olan, ilk təslim olan bu Quranın ayətlərinə Allah Rəsulü Əleyhisselamın diyyəti Mürsəl İbrahim oğludur. Dünənləri mən 37-ci Bəqərə surəsinin 37-ci ayəsinə qədər qiraət etdim Allahın izinlə. İndi isə inşallah Allah izin verərsə, qismət edərsə 38-dən davam etdirəcəyim. Güvənirəm Allah ilə şeytandan müraciət etmişdən, Rəbbimiz olan ilahi varlıq, sənin rizabı qazanmaqdan ötürü, sənin salih, sadiq, şəhid bəndələrindən olmaqdan ötürü başlayırıq mübarək Quran çevirməsinin qiraətinə. Bərəkətli et və qəbul et bizdən niyyətimizi, elmimizi artır. Vasitə axtarıq üzərinə sən özümüzə arxa vəkil verib, sənə təvəkkül etməyək. Dillərimizi sənin zikrin məşqinə rəvan etkinə. At qəlbimizə o şeyləri ki, axirətin günündə bizlərə nicat verər cəhənnəm əzabında. Bağışla bizləri rəhm etsən, rəhm edənlərin yaxşısı. Qəlblərimizdən kini, küdrəti, paxıllığı, təkəbbürlüyü, sənin xoşuna gəlməyən pis, naqis sifətləri silib atmadı bizlərə yardım et. Nəfsimizi, ruhumuzu, canımızı ağlımıza tabi etməkdə bizlərə yardım et. Və ən gözəl ruzu neymət olan sənin yolunda ölümə, şəhadətə yetişməkdə bizlərə yardım et Allah. Bir daha sənin adınla ismi-ilə Allahın, Rəhmanın, Rəhimin. İnək surəsi 38-ci ayət. Dedik biz, düşün oradan cəmiyyən. Nə vaxt ki gəlsə sizə məndən hidayət və kim tabi olarsa hidayətimə, yoxdur xof üzərində onların və olmayacaqlar hüzünlü. Deməli, burada Allah Teala bizlərə deyəndə ki, nə vaxt ki gələndə məndən sizə hidayət. Biz bunu necə başa düşürük? Bunu bəziləri elə başa düşür ki, hidayət deməli bunun üçün nəsə kitab gəlməlidir göydən, əlavədən. Xeyr. Hamı deyir ki, müsəlman dünyası deyir ki, bizim Peyğəmbərimiz Məhəmməd Əleyhisselamdır, ondan sonra daha elçi gəlməyəcək. Yaxşı, bəs bu hidayət hardan gələcək? Allah tərəfindən, necə gələcək? Mələklər gəlib danışmalıdır Qurandan. Ya Allah əsbabla özü düşməlidir ərzə, insanlarla özü danışmalıdır. Bu hidayət gələndə, bu o deməkdir ki, başqa bir yerlərdə var ki, Allah Teala sizin özünüzdən qaldırır Rəsulü. Yəni sizin öz materialınızdan. Yəni insansınız, mən də sizə insanlardan Rəsul göndərirəm. Ondan ötürü ki, mənim hidayətimə tabi olasınız. Oradan sual yarana bilər ki, bəs o insanlara necə edir? Onun üçün də var, ayələr var, cürə-bəcürə. 16-cı surənin 2-ci ayəsi var. Allah istədiyinə göndərər, ruhi mələklərlə birlikdə. Yəni, ayənin bir hissəsini mən söyləyirəm sizə. Öz əmrindən ötürü. Ki, desin ki, haqdır o. Yəni, Allahdan söhbət gedirək burada. Yəni, bax, gəlin bir dənə onu xüsusin oxuyayım. Olmazsın ki, birdən sərf etmiş olaram. On 16-cı surənin 2-ci ayəsi. Bax, fikir verin. Nazil edir mələkləri ruh ilə öz əmrindən üzərinə kimi istəsə bəndələrindən ki, nəzərə çatdırsın o. Yəni, o balaca hərflə, yəni bu şəxsə aiddir. Haqdır o böyük hərflə, yəni haqdır Allah. Nəzərinə çatdırsın insanları ki, haqdır Allah. Yoxdur ilahi ancaq mənəm və qorxun məndən. Yəni bu o deməkdir ki,
Allah Teala mələkləri öz ruhu ilə istədiyi bəndəsinə nazil edə bilər. Nədən ötürü? Öz əmrindən ötürü. Desin ki, haqdır o və qorxun məndən və mənəm ilahi, məndən başqa ilahi yoxdur və məndən qorxun. Bu o deməkdir. Yəni ki, hər hansı bir dövrdə, hər hansı bir zamanda Allah tərəfindən seçilərək qaldırılmış bəndə ayağa qalxanda və söyləyəndə ki, mən Allahın Rəsuluyam, Allah məni öz işindən ötürü qaldırıb ki, ay insanlar, Allaha ibadət edəsiniz, yəni Allaha qulluq edəsiniz, bəndəlik edəsiniz. Ancaq insanlarda əfsuslar olsun ki, bu ikrah yaradır. Çünki nəyə görə? Onlar dünyaya meyilli olduqlarına görə. İnsanlar dünyaya meyilli olmasalar, əlbəttə ki, Allahın dediklərini qəbul edərlər. Şeytan gözəl zirvələndirir insanların gözündə, göstərir onlara ki, əşi, birdən Allahın və ahiretin dalıcı gedərsən, bu dünyandan olarsan. Onu ağılsız insanlar özür düşünür. Əksinə, Allah buyurur ki, sən birdən getsən ahiretin dalıcı, dünyanı sənə verəcəyəm mən. Dünya nədir ki, ahiretin bərabərində belə götürəndir? Dünya heç bir şeydir. Allah başqa yerlərdə buyurur ki, bu dünyanın həyatı su məsəli kimidir. Göydən yağış kimi. Yağır, yağdı, tutardı. Ona görə də, yəni bu dünyanı heç bir vəçlə ahirət ilə dəyişmək olmaz. Allah sonsuz sayda şükürlər olsun ki, şəxsən mən öz payıma deyirəm, mənim kör gözümü haqqa doğru açdı, göstərdi, örgətdi və mənə öz rəsulunu göstərdi. Ola da bilərdi, mən onu görməyim. Şeytana tabi olsaydım, dünyanı daha çox istəsəydim, ola bilsin ki, mən də görməzdim bəziləri kimi. Allah'a sonsuz sayıda şükürlər olsun ki, Allah bunu mənə göstərdi, bildirdi. Bəli, görürsünüz, məndən və nə vaxt gəlsə ki, sizə məndən hidayət. Deməli, o hidayət haradadır? O hidayət hamısı Qurandadır. Necə ki, 2-ci surənin 2-ci ayəsində deyir ki, ya, bu kitab ki, onda heç bir şübhə yoxdur, olmayan və Allahdan qorxanlara doğru yola hidayət edir bu. Hidayətdir, Allahdan qorxanlara hidayət edir bu, Quran. Ona görə də hidayət Allahdan var, bu Qurandır. Sadəcə olaraq onunla Allahın izni ilə hidayət edənlər gəlirlər. Bəli, onu da Allah istəməsəydi, hidayət eləyə bilməzdi heç kəsi. Onu da hidayət eləyən yenə də Allahdır. Mən özüm hidayət eləyən olsaydım, hələ əvvəldən ağlım kesəndən həyatımı hələ Allaha xatır qura bilərdim də, qurardım da. Biz niyə görə qura bilmədim? Mənim Allah elmim olsaydı, əlbəttə ki, qurardım. Ancaq əfsuslar olsun ki, olmayır məndə bu elm. Necə ki, Allah Teala 30-cu ayədən başlayır, orada dalbadal örgətmələr gəlir. Yəni, xəlifənin qaldırılmasından söhbət gedir. İsimləri ilə bildirilməkdən söhbət gedir. Bəli, o isimlər nə isimlərdir? O isimlər biz oxuyurdik. Və bugün bütün bəşəriyyət oxuyur bu Quranı. Hamısı oxuyur, görür ki, müşrik var, münafiq var, fasik var. Allah Teala bunları qoyub Quranda. Amma bizlər içinsə isimlərini örgətdi bizə bunların. Ki, müşrik nə deməkdir? Olma müşrik. Fasik olma yine. Münafik olma yine. Bax, nə qədər sadalamaq olar bu adları. Bu adlar da ki, bəli, insan gerək hər bir şeyin, hər bir söz özü addır, ibarətdir. Hər bir sözün adı var. Hər bir əşyanın adı var. Hər bir insanın adı var. Hər bir şey adlanmışdır.
Allah Taala'nın öyrətməsi ilə. Ona görə də hidayət Allah'tan gələndə insan gerək onu inkar etməsin. Onu qəbul etsin. Təkəbbürlü olmasın. Öz qürurunu sındırmağı bacarmalıdır. Çünki xeyrimiz bundadır. Təkəbbürlü olub sən, mən və yaxud kim, bütün bəşəriyyət kimə neynəyəcək? Görək ki, Allah'tan bir şey əskiləcək ya artırılacaq? Yox, xeyr. Əsla bu belə deyil. Çünki nəyə görə? Onsuz da saya salır Allah'ı, nə ki səmalarda və nə ki ərzdə var. O müqəddəsdir, şahdır, izzətlidir. Allah onsuz da bunu mənə başa salır ki, ay Mürsən, sən birdən məni saya salmaq istəsin. Onsuz da məni saya salır da. Nə ki səmalarda və nə ki ərzdə var. Bax, bununla mənə öyrədir ki, elə, yəni dəvələnlər var, elə yaranmışlar var ki, səmalarda, ərzdə, mən onların qarşısında bəlkə də zərrə bir şeyəm. O boyda varlıqlar Allah'ı saya salır. Mən kiməm ki, Allah'ı saya salmayayım? Və mən kiməm ki, onun hidayətinə tabi olmayayım? Bu günləri təkəbbürlükdən Allah'ın hidayətinə tabi olmurlar. Buna görə də Allah'a cavab verəcək insan. Və o kəslər ki, inanmırlar və təksib edirlər ayətlərimizlə, həmin onlar əshabıdırlar Hudun. Onlar orada həmişəlikdirlər. Bax, gördüyümüz kimi mən təksib eləsəm, məni Allah Taala aparıb oda basacaq. Düzdür, mən elə bilmirəm hara gedib çıxacağım. Ancaq bir ümidim var ki, Allah bəlkə bağışladı. Bəli, bugün İbrahim oğulları, biz İbrahim oğulları Allah'ın risaletindən təbliğ edirik, rəsulluq edirik, nəbilik edirik, mürsəllik edirik. İnsanlara söyləyirik açıq-aşkar ondan ötürü ki, həm özümüz islah edək əməllərimizi və həm də bu insanlar, Allah'ın bəndələri ki, onlar eşitsinlər bu hidayəti. Onlar tabi olsunlar bu hidayətə. Olmayacaqlar. Biz onlara şahid gələcəyik ahirətin günündə. Niyə görə axı tabi olmamalıyıq bu hidayətə? Axı bizə Allah Teala deyən bizim üstümüzə nə yük qoyub ki, bizim gücümüz çatmır bunu daşımağa? Əksinə, şeytan insanları zəncirlərlə ərzə bağlayıb. Nə qədər o zəncirlər var ki, gözə görsənmir onlar. Onlarla ərzə möhkəmlədib. Oğuldur, bu şeytanın bir zəncirdir, bağlayır səni yerə. Qızdır, bir zəncirdir. Arvaddır, bir zəncirdir. Maşındır, bir zəncirdir. Evdir, bir zəncirdir. Qonşudur, bir zəncirdir. Nə görürsə, gözümüz nəyə sataşırsa yerdə, hamısı bizi ərzə bağlayır şeytanın vasitəsilə. O zəncirləri qırmaqdan ötürü biz geri Allah ilə və axirət günü ilə möhkəm inanmalıyıq ki, bizim ayağımız ərzdən üzülsün. Bəli, onda bəlkə biz nicat tapdıq. Onda bəlkə hidayətə tabi ola bildik. Onda bəlkə Allaha tərəf doğru düzgün yol tutub gedə bildik. Belə isə çox ağırdır. Ay İsrail oğulları, zikr edin neymətimi. Hansı ki neymət vermişəm üzərinizə sizin və vəfa edin əhdimlə, vəfa edin əhdinizlə və təkcə mənə və vahiməlik mənə. Yəni, təkcə mənə ibadət edin, yəni mənə bəndəli olun və təkcə məndən vahimələni, məndən qorxun. Deyir, qızım sənə deyirəm, gəldim eşit. Deyir, ay İsrail oğulları, zikr edin neymətini. Yaxşı, üzümü tutun buradan İsrail oğullarına ki, bunu sizə deyir. Siz zikr edin, mən də gedim öz keyfimdə olun. Xeyr, bu İsrail evlatlarına deyib öz dövründə. İndi isə mənə deyir ki, neymətinin şükürünü yerinə yedirə əmirsən. Səhər açılır, axşamızdan sənə görə nə qədər ruzu veririm.
Ya dalca nə deyir? Zikr edin neymətimi, hansı neymət vermişəm üzərinizə sizin. Axı mənə bu gündən neymət verib üzərimə. Bunu getirim, aid edeyim İsrail evlatlarına. Mən asan zikr edəcəyim Allahın verdiyi bu ruzu neyməti. Və deyir, vəfa edin əhdimlə. Hər dəfə biz əhd bağlayırıq Allahla. Və dalca deyir, vəfa edin əhdinizlə. Hər dəfə Allahla əhd bağlayırıq. İyyəkə nə'budu və iyyəkə nəstəyin. Biz təkcə sənə ibadət edirik və təkcə səndən diləyirik. Biz hər dəfə əhd bağlayırıq Allahla, sonra əhdimizi sındırırıq. Ona görə də daima sabit qədəm olmaq üçün sən Allahı yanımda 58-ci surənin 7-ci ayəsinə görə Allahı daima yanımda görməliyəm. Allahın mənə verdiyi ruz nemətin şükrünü yerinə yetirməliyəm. Onu saya salmalıyam, onu uca tutmalıyam. Və inanın nə ilə nazil etmişəm, təsdiq edəndir, nə ki sizinlədir. Və olmayın əvvəlincisi inanmayanların onunla. Və olmayın müştəri ayətlərimizlə, az qiymətlə və təkcə mənə və təqvalılıq mənə. Deməli, Allah Teala bununla öyrədir ki, bu nazil etdiyim sizin əlinizdədir. Bax, bəli, bugünkü Qur'an, mənim əlimdə olan bu Qur'an Allah tərəfindən nazil olmuşdur. Məhəmməd Əleyhisselamın üzərinə 47-ci surənin 2-ci ayəsinə görə. Bu, Məhəmməd Əleyhisselamın üzərinə nazil olmuşdur bu Qur'an. Ancaq o demək deyil ki, bu Məhəmməd Əleyhisselam üçün nazil olmuşdur. Bəli, onun payı var idi öz dövründə orada. O paydan istifadə elədi, ondan bəhrələndi və dünyasını dəyişdi. Allahın salam və salavatı olsun Allahın bütün rəsullarına, seçilmiş bəndələrini, inanan bəndələrini. Ancaq bu o demək deyil ki, onu Məhəmməd Əleyhisselam üçün nazil etmişdir. Onu bütün bəşəriyyət üçün miras qoydu Allah. Bəli, bugün də mənim əlimdə olan həmən o Qur'andır ki, Məhəmməd Əleyhisselamın üzərinə nazil olmuşdur. Rəbbimizdən olan haqdır o. Və örtməyin haqqı batıl ilə və gizlətməyin haqqı və siz bilirsiniz. Bugünkü gün mən necə haqqı gizlədə bilərəm? Və necə gizlədə bilərəm haqqı ki, bir halda ki, mənə Allah Teala Qur'anda dəfələrlə həm göstərir, həm mənə əmr edir və həm də məni qorxudur. Və gördünüz, bundan əvvəl nə deyir? Deyir ki, və olmayan müştəri az qiymətlə, ayətlərimlə və az qiymətlə və təkcə mənə və təqvalılıq mənə. Yəni, məndən qorxun, və dalınca deyir, və örtməyin haqqı batıl ilə və gizlətməyin haqqı və siz bilirsiniz. Onun ardınca gəlir bu. Əgər sən Allahdan qorxansansa, sən gəlir haqqa, batıl da onu geyindirməyəsən. Haqqı söyləyəsən, şükürlər olsun Allaha ki, bu günləri Allah Teala bir dəstəni seçib, bu İbrahim oğullarını. Onlar haqqı gizlətmədən söyləyirlər. Allahdan başqa bir kəsdən qorxmurlar. Çünki nə üçün? Allah onsuz da bizə deyir 28-ci ayədə Bəqərə surəsində. Necə kafir olursunuz Allah ilə bir halda ki, siz öləydiniz, o sizi diri etdi və sizi o diri edəcək, öldürəcək və sonra sizi yenidən xəlq edəcək və siz ona tərəf müraciət edəcəksiniz. Mən niyə görə başqasından qorxmalıyam Allahdan başqasından ki? Bir halda ki, öləydim də onsuzdur. Və yenə də öldürəcək məni. Bəs dirildəndə Allaha bəs mən nə cavab verəcəyim? Bugünkü gündə müştəhidlər, üləmalar, dırnaq arasında olan, yəni mollalar, axundlar, alimlər bu haqqa batıl donu giyindirirlər. Qorxmurlar Allahdan. Bu yaxınlarda bizim bir qardaşımız Allah rəsullarından biri. Adını çəkmirəm onun. Hamlet Aleyhisselam, yəni ki, bir alimlə dırnaq arasında mən deyərdim ona alim. Alim biləndir. Onun hardan olduğu bilən ki,
onunla söhbəti olmuşdu, onun maqnitofona yazmışdı. Və sonra onu YouTube'a yerləşdirəndən sonra o Hamlet Aleyhisselam'ı polisə vermişdir. Sən ne cür Allah'tan qorxansan, sən ne cür alimsən ki, sən hələ bilmirsən ki, Allah dərgahında olsa yazılır bunlar. Sən haqsan, sən haqsan. Allah olsa bilir də sən haqsan. Yaxşı, batilsən, sən bunu polis yol ilə nə üçün həll edirsən? Allah işini. Allah işini sən polis əli ilə nə üçün həll eləmək istəyirsən? Gerek ki, qorxsun insanlar Allah'tan. Sözüm var, açı ilə Skype'ın vasitələ yaxud görüşkü ilə adamla deyinək ki, Ahmet, sən burada bunu düz eləmədin, sən burada bunu düz demədin. Axı, bu necə ola bilər ki, Hamlet Aleyhisselam ona hamısını Qurandan söyləmişdir. O isə mat qaldığına görə gedib onun əlindən ərizə polisə vermişdir. Elə bilmişdi ki, polis də onu aparıb basıcı içəri. Estağfurullah. Allah'ın kimin ki arkası direği Allah'tır, ona hiç kim heç eləyə bilməz. O adam kim düzdürsə, haqdırsa, ona heç kim heç eləyə bilməz. Onun üçün heç kim əli də qalxa bilməz. Ona görə də mən bu efir vasitəsilə müraciət edəməliyəm ki, alimlərə, əgər varsa da, qulaq asırlarsa, gedin alim olun, həqiqi alim olun, yəni bilən olun. Gedin Allah'tan qorxun. Allah adamlarını Allah'tan başqa bir kəslə qorxutmayın. Qorxun Allah'tan. Hamlet Aleyhisselam onu Allah'la qorxudub, o isə onu polislə qorxudub. Allah'tan qorxan adamı sən polislə qorxuda bilərsən. Deyir, onlar görmürsən ki, səni Allah'tan başqaları ilə qorxudurlar. Və qiyam edin islahata və əta edin zəkatı və rükü edin rükü edənlərlə. Deməli, biz ayağa qalxmalıyıq, əməllərimizi islah etməliyik və paklanmalıyıq. O demək deyil ki, mən pulun zəkatını çıxmalıyam, paklığını çıxmalıyam, paklanmalıyam onu, paklamalıyam onu. Yox, mən hər bir şeyin paklanmasına getməliyəm. Nəfsimin birinci paklanmasına getməliyəm. Birinci mənəvi surətdə paklanmalıyam. Sonra fiziki mən cismani paklanmalıyam. Amma insanlar elə bilirlər ki, zəkat elə deyəndə ancaq pulun paklığını götürürlər. Yox, əstəğfurullah. Zəkat paklıqdır. Vergi isə 1/5'dir. Vergi isə 1/5'dir. Və sonra daha dedi ki, rükü edənlərlə rükü edin. Rükü etmək, yəni əylənlərlə siz də əyinin. Əgər mən paklanmıramsa və mən ayağa qalxmamışamsa islahat üçün, mən əylənlərlə deməli əyilmirəm. Bu Allahın öyrətməsidir, bu dərsidir, bu akademiyasıdır, ali akademiyasıdır. Bunu getiriblər, aid ediblər İmam Əli Aleyhisselama ki, o zəkat verib rükü eləyəndə. Və şimdi başqa bir vaxt tapmadı ki, ya, o əylən anda çıxartsın, zəkatını versin. İnsanın əlinə gələn kimi, mən elə puldan getirirəm elə. Əgər əlinə onun pul gəlibsə Allah tərəfindən, o anda bildirməlidir öz Rəsuluna. Bəli, canı çıxmalıdır, qalxmalıdır ayağa, getməlidir, əlinə gələn gəlirin zəkatını çıxmalıdır. Yəni paklamalıdır onu. Vergisini verməlidir Allaha 8-ci surənin 41-ci ayəsinə görə. Yoxsa ki, mən rüküdə, mən Allaha rükü eləyə, səcdə eləyə, mən çıxarıb cibimdən pul verməliyəm və ya qızıl üzüyü olub, gümüş üzüyü olub, çıxarıb deyə o rüküdə verib Məhəmməd Əleyhisselam'a. Ne üçün? Və ya ki, başqa bir vaxt olmayıb o versin. Bunlar insanların düzəltmələri, biz onların əlbəttə ki, yanında olmamışıq. Onu Allah doğru düzgün bilir.
Onu Allah'tan başqa kim bilə bilər? Doğru, düzgün xəbəri bizə kim söyləyə bilər? Yalnız Allah. Əmr edirsiniz insanlara yaxşılıqla və unudursunuzmu öz nəfsinizi və siz tilavat edirsiniz kitabı? Məgər əql etməzsinizmi? Bəli, biz bugün kitab oxuyuruq, biz də kitab oxuyuruq və bütün dünya da əlində kitab oxuyur. Bugünkü gündə bizə yaraşmaz ki, mən deyim ki, ay cəmaat, Rəsul qəbul edin, özüm Rəsul qəbul edin. Deyim, ay cəmaat, paçlanmaq üçün, yəni ki, varınızı, dövlətinizi, cisminizi, hər bir şeyinizi paçlayın, özüm paçlanmayın. Və ilaxır Quranda Allah Teala neyəsə dəvət edirsə, mən özüm onları eləməyim və insanlara isə bunu söyləyeyim. Onda gəlib oturacağım 44-cü ayıya. Yəni, əmr edirsiniz insanlara yaxşılıqla və unudursunuzmu öz nəfsinizi və siz tilavat edirsiniz kitabı? Məgər əql etməzsinizmi? Yəni, ağıllanmazsınız. Dalınca deyir ki, və istəyin səbirlə və islahla. Və həqiqətən o böyükdür, ancaq üzərində çəkinənlərin. Deməli, insan səbirli olmalıdır öz islahatında. Daima səbirli olmalısın. Və sənə nə ki yetişir, həm ona görə şükür etməlisən, həm də səbr eləməlisin. Görürsən, Allah deyir, o böyükdür, həqiqətən o böyükdür, ancaq üzərində çəkinənlərin. Deməli, sən Allahdan çəkinən olsan, sənə hər hansı bir sınav gələndə sana səbr edəcəksin. O kəslər ki, zənn edirlər ki, onlar görüşəcəklər Rəbləri ilə və ona tərəf müraciət edəcəklər. Ay İsrail oğulları, bax, görürsünüz, yenə də İsrail oğullarının adını çəkir burada. Biz zikr edin neymətimi, hansı ki neymət vermişəm üzərinizə sizin. Və mən fəzilətli etdim sizi üzərində aləmlərin. Öz dövründə İsrail oğullarını Allahın dediyinə görə yəni, Allah onları uca etmişdi, fəzilətli etmişdi. Bugünkü gündə, bax, biz İbrahim oğullarını fəzilətli eləyib, bütün aləmlərdən üstün eləyib. Nəyə görə? Özünü bəyəndiyim ağam var, o demək deyir ki, mən özümü bəyəndim. Xeyr, bugünkü gündə harada var ki, hansı diyarda var ki, oradan bütün dünyanın insanlarını dəvət edirlər Allaha tərəf. Bu yalnız Məkkə ilədir. Bax, bu Qur'anla İbrahim oğulları ayağa qalxıb Allaha təslim olub və bütün bəşəriyyəti Allaha tərəf dəvət edirik. Bu bizim üzərimizə verilən neymətdir. Bizim üzərimizə qoyulan minnətdir ki, Allah bizi fəzilətli edir. Və dalınca deyir, və təqva, o gün ki, yoxdur nəfsə cəza, nəfsdən bir şeylə, və yoxdur qəbul ondan şəfaət, və yoxdur götürmək ondan ədil, və yoxdur onlara yardım. Ahirətin günündə ağır bir gün olacaq. O günü insan çalışacaq ki, Allah onu bağışlasın. Ondan Allah Teala qəbul eləsin. Allah buyurur Quranda ki, ərzin üstü lüməlüm qızıl olsa, bir günahının bağışlanması üçün fidyə versə, bir günahını Allah qəbul eləməyəcək ondan üçün. Bugün bir qəfiyi qəbul edən Allah, ahirətin günündə nə istəsən verginə səndən qəbul olunmayacaq. Çünki artıq o gün gec olacaq. Hətta Allah öyrədir ki, ölümünü hiss eləyib tövbə etmək istəyənin tövbəsi qəbul olunmur. Neyi ki, hələ ahirətdə? İnsan gerək, siz sağlam ikən dəvət olunurdunuz islahata.
Bəzilərlə söhbət edəndə deyir ki, əşi, hələ 40 yaşım olmayıb da, 40 yaşım olsun, sonra gedərəm. Nə bilim, 40 yaşı olan deyir ki, 50 yaşında gələrəm də. Allahın üzərində minnət qoyurlar. Sən hələ deyəm, Allahdan sənin bir qəbzin var, kağızın var əlində ki, ya, sən 50-yəcən yaşayacaqsan, 40-acən yaşayacaqsan, 60-acən yaşayacaqsan. Mən bilmirəm indi, ola bilsin ki, danışa. Amin. Allah göndərdi mələklərini, vəfat bağışladı mənə. Bilmək olmaz onu. Onu kim bilə bilər ki? Bu dəfə öldürər mənə. O, bu anda. Görüm sonra Allahdan mən danışa biləcəyəm. Bugünkü gün iddia edirlər, İsa əleyhissalamı bütləşdiriblər, Musa əleyhissalamı bütləşdiriblər, Məhəmməd əleyhissalamı bütləşdiriblər. Hani İsa əleyhissalam gəlsin, ölünü diriltsin, düzamlı xəstəni sağaltsın. Hani Musa əleyhissalam gəlsin, əsası ilə vursun, dənizə yarsın. Hani Məhəmməd əleyhissalam, hansı ki bu Quran verilmişdir. Haradadırlar onlar? Allah onları öz yanına apardı. Onlara Allaha şərik qoşmaq olmaz. Əgər bugünkü gündə biz rəsullardan möcüzə istəyirlərsə, kitab istəyirlərsə, bütün möcüzələr, bütün Allahın bu yazıları ki var, onlar hamısı Allaha məxsusdur. Möcüzəni istəyirlər ondan ötürü ki, onlar Allaha inansınlar. Məgər Allaha inanmırsınız, ay müsəlmanlar, ay yahudilər, ay xaçbir, Musavilər. Siz məgər Allaha inanmırsınız, siz yenidən möcüzə istəyirsiniz. İsa aleyhissalam o boyda dəlillərlə gəlmişdi. Allahın salam və salavatı olsun, Allahın bütün rəsullarına, seçilmiş bəndələrinə. Ana bətnində danışdı insanlarla. Axırda neynədilər? Çarmıxa çəkdilər. Və elə bildilər ki, onu öldürdülər. Onu alçaltdılar, elə bildilər. Əslən, Allah isə deyir ki, Allah onu pak etdi onların etdiklərindən, əməllərdən. Onlar elə bildilər ki, onu qətlə yetirdilər. Amma əslində, o nə deməkdir mənası mümkün Allah doğrusun buyurur yenə də. Mümkündür ki, yəni, onlar elə bildilər ki, onu öldürdülər. Ahirətin günündə görəcəksən ki, İsa aleyhissalam əbədi diriliyə getdi. Əbədi Allahın qonaqlığasına getdi. Və sonra çarmıxa çəkənlər nə olacaq? Əbədi öləcək, diriləcək. Öləcək, diriləcək. Bax, budur Allahın ayələri, Allahın izahatı, Allahın ali akademiyası. Budur. İsa aleyhissalam haqqında onlar düşünürlər ki, onlar elə bildilər ki, onu səlibə çəkdilər, öldürdülər, məhv elədilər, alçatdılar, mənə neynədilər. Estağfurullah. Allah isə onları pak etdi ondan. Qırx-doqquzuncu ayə. Və onda nicat verdik sizə Firavun ailəsindən. Sizə verirdilər pis əzabı. Zibliyirdilər oğlanlarınızı və diri saxlayırdılar qadınlarınızı. Və bunda sizin üçün bəla vardır, əzim olan Rəbbinizdən. Gördüyümüz kimi, bu Quran həmişəbahar olduğu üçün, hər bir dövrə, hər bir zamaniyə aid olduğu üçün, şeytanın, yəni ki, fəndi, ağlı olmadığı üçün həmişə eyni şeylər elətdirir insanlara. Görürsən, divandan icat verdik. Bəli, bugünkü gündə mən buna siyasi baxımından yanaşmıram, mən buna Allah baxımından yanaşıram. Mənim özlərim. Bizim də oğlanlarımızı diri saxladılar, qadınlarımızı diri saxladılar, kişilərimizi öldürdülər. Bizə də gəldi də bu Firavundan. Hansı Firavundan? Həmən o Soyuz Niruşimi, dağılmaz Sovet ittifaqı. Bəli, Sovetin yaxşı işləri də var idi. Kim deyə bilər ki, onun pis işləri var idi?
Hamısı pis idi əməlləri. Xeyr, yaxşı əməlləri də var idi. Necə ki, o dövrdə Firavunun da yaxşı əməlləri olub ki, onlara qızıl verib, işlədib onlara qızıl verib. Onlara qızıl verməsəydi, Firavunun əlindən nicat tapandan sonra Musa aleyhisselam Allahla danışığa gedəndə qızıldan buzov düzəltməzdilər. Hardan idi o qızıl onlar üçün? Firavunun əlindən tutarmışdılar da. Deməli, Firavun vermişdi də onu onlara. Bax, gördüyümüz kimi, bəli, o dövrdə də Firavun o cəmaatı, kişilərini zibliyirdilər, oğlanlarını və qadınlarını deyil saxlayırdılar. Bugün də bu bizim başımıza gəldi. Bizim bu torpağın övladlarının başına gəldi. Hindiyə qədər ana bacılarımız Qarabağda qalıblar. Yerevandadılar, Qarabağda saxlayırlar. Ne üçün? Onlardan istifadə edirlər. Onlardan əskərlər alıb üstümüzə yönəldəcəklər onları. Artıq gör neçə ildir Qarabağ alınır. Yəni buna mən yenə deyirəm, siyasi rəy vermirəm. Bu Allahdan gəldi, Quranda gəldi. Ona görə mən sizin bunu nəzərinizə çatdırdım. Bəli, Sovet ordusunun yaxşı işləri də var idi. Amma belənsik, naqis, pis işləri də var idi. Necə ki, gəldilər o dövrdə Azərbaycana daxil oldular və Azərbaycan cəmaatını topa gülləyə tutdular. Ancaq biri də orada Sovet ordusunda, Sovet ittifaqında o şurada oturanlardan biri də demədi ki, axı biz 41-ci, 45-ci illəri müharibəni Azərbaycanın nefti ilə qələbə çaldıq. Biri də bunu söyləmədi. Çünki onlar Allah'a yanlarını görə bilmədilər. Allah'ın verdiyini görə bilmədilər. Allah'ın verdiyini görə bilsəydilər, onlar yaxşı insan öldürməzdilər. Və onda firqələndirdik sizinlə dəryanı və nicat verdik sizə və qərq etdik Firavun ailəsini və siz nəzər salırdınız. Həmd olsun Allah'a, aləmlərin Rəbbinə ki, bəli, Allah Teala Firavun ailəsini necə də məhv elədi gözümüzün qabağında və oradan öz rəsulunu, ilk təslim olan rəsulunu qaldırdı və sonra onun vasitəsilə rəsullar qalxdı. Biz bunu, yəni ki, praktik surətə görmüşük və yaşamışıq. Və onda vəd verdik Musaya 40 gecə, sonra götürdünüz buzovu onun ardından və siz zalimlərsiniz. İndi bizə yaraşmaz ki, biz İbrahim oğulları, şəxsən İbrahim oğullarına mən müraciət edirəm. Bizə yaraşmaz ki, Allah Teala bizi Firavun ailəsinin əlindən qurtarıb, bizə nicat verib. Və indi bundan sonra biz, burada bir buzovdan gedirsə söhbət, o qədər buzov timsalında bütlər var ki, biz onu özümüzə büt eləyə bilərik. Ancaq bizim Allah'tan başqa bir başqa bütümüz olmamalıdır. Olmamalıdır Allah'tan başqa bir arxa vəkilimiz. Çünki Allah'tan başqa bizə heç kim də kömək eləyə bilməz. Bəli, bir Sovet ordusunu Allah Teala məhv elədi. Ondan ötürü ki, öz rəsullarını qaldırsın bu ərzdən. O da ki, bax, 6. surenin 124. ayet. Onda ki geldi onlara ayet deyirlər, biz inanmarız ta o şeyin misli ki Allah'ın Resullarına verilib bize verilmiyor. Allah yaxşı bilir öz səfirliyini harada qərar versin. İspat edəcək o kəslərə ki cərimə olunmuşlardır, alçaqlıq yanında Allah'ın. Qəzab şiddətli, nə ilə oldular məkirlər. Bax gördüyümüz kimi Allah Teala burada öyrədir bizlərə ki,
bildirir bizlərə ki, Allah Teala özü yaxşı bilir harada səfirliyini yerləşdirmək lazımdır və yerləşdirdi də Azərbaycanda. Bu Azərbaycanın xoşbaxtlığıdır və bir tərəfdən də bədbəxtliyidir. Qəbul etsələr xoşbaxtlığıdır, qəbul etməsələr bədbəxtliyidir. Çünki ne üçün? Allah Teala burada yerləşdirdi öz səfirliklərini, ümumi səfirliyi buraya yerləşdirir. Və buradan Allah öz rəsullarını qaldırıb və bütün dünyaya bəyan etmək üçün. Bu, kafirlərin, müşriklərin, zalimlərin xoşlarına gəlməsə də bu belədir. Bu haqdır, həqiqətdir. Ona görə də, bax görürsünüz, siz sonra götürdünüz buzağı onun ardından və siz zalimlərsiniz. Yəni ki, bizə yaraşmaz özümüzə zülm edək. Bu boyda Allah Teala bizə həqiqətləri açandan sonra. Sonra əhv etdik sizdən bunun ardından, ola ki, siz şükür edəsiniz. Yenə də Allahın rəhmidir ki, biz də bugünkü gün sərf edirik, o yenə də bizi əhv verir, bizə vaxt verir, zaman verir, əməllərimizi islah etmək üçün. Allah öz rəhimliyini göstərir burada. Görün, Allahı unudub buzov düzəltdilər. Allah yenə də onları əhv etdi öz devirlərində. Bugün bizi də Allah Teala bununla xəbərdar edir. Bizə başa salır. Bununla bəyan olun insanlara ki, Allahın rəhmətindən naümid olmayın. Bəzi insanlar deyirlər ki, əşi, mən o qədər içki içmişəm, o qədər pis-pis işlər görmüşəm. İndi mən deyirsən ki, durub ibadət edin, mənə Allah bağışlayacaq. Allah, görürsünüz, Allaha şərik qoşanı deyir ki, sonra əhv etdik sizdən bunun ardından. Ki, ola ki, siz şükür edəsiniz. Yəni, sən nə eləmisən də, Allah deyir ki, qayıt mənə tərəf. Qayıt mənə tərəf, ona görə ki, şükür elə günə mənə. Bu deyir ki, əşi, mənə Allah deyir, mənə gülər, mən deyir, ibadətə gəlsin. Əstağfurullah. Və onda əta etdik Musaya kitab və Furqan, ola ki, siz hidayət olasınız. Yaxşı, öz dövründə Musa Aleyhisselama verdi kitabı və Furqan idi. Yəni, haqla batilə fərq qoyurdu. Ki, ondan ötürü ki, insanlar hidayət götürsünlər. Bilsinlər ki, nə düzdür, nə əyridir. Axı, bugünkü gündə Allah Teala bizə də axı Furqanı verir, bu Quranı verir. Haqla batilə fərq qoymaq üçün. Getiriblər, Qurana heç nə eləyə bilmədilər. Şeytanın gücü çatmadı, Quranda dəyişiklik etsin və başladı onun ətrafında dəyişikliklər, yəni ki, hədislər, risalələr. Necə ki, bugünkü gün bizə deyirlər ki, Kəbə Allahın evidir, nə üçün üz-üzü tutmuş sonra? Əşi, sən bunun sözün mənə deyirsən, iddia edirsən ki, mən nəyə görə üzümü çövürmürəm? Siz düzsüzsə, siz müsəlmanlar düzsüzsə, nəyə görə 73 təriqətə bölünmüsünüz? Allahımız bir, Peyğəmbərimiz bir, kitabımız bir. Nəyə görə biz 73-dən yerə bölünmüsünüz? Allah evinin ətrafında 73 dənə şeytanı əməl fırlan. Nəyə görə? Deməli, Allah evi olmağına ona heç kim inkar edə bilməz. Heç kim onu inkar edə bilməz. Bəli, öz dövründə Allah Teala görürsən, İbrahim Aleyhisselam Bəqərə surəsində deyir ki, qaldırırdı bünövrə evdən ötürü. Oğlu ilə Allah'a müraciət etdilər. Və Allah da onlara deyir ki, dəvət etkinən onları həc evinə, yəni gəlmə evinə, gəlsinlər, öz əməllərinə şahid olsunlar, öz mənfəətlərinə şahid olsunlar. Dərədən, təpədən, düzəngahdan gəlsinlər, məni ziyarət etsinlər, mənim evimi. Niyə görə? Diri ikən orada Allahın Rəsulü olduğu üçün, gəlsinlər, oranı ziyarət eləsinlər və həm də Allahdan onlara Allah Rəsulü söyləsin, hidayət üçün, paçlanmaq üçün. Ağa, bugünkü gündə gedirlər o evə, nəyə nail olurlar orada?
Gedirlər şeytana daş atırlar. Hamısı etdikləri əməllərə baxırsan, əksəriyyəti Allahın dediklərinin əleyhinə. Gedir qoyun kesir, atırlar oraya, qan versən, aləm bütün mundar olur. Yaxşıdır ki, sonradan çek düzəltdilər $100. Qurban kesmək üçün $100 verirsən, çek alırsan, qurban kesmiş kimi olursan. Yaxşı, gedirlər şeytana daş atırlar. Məgər insanlar şeytanı görürlər ki, ona daş atırlar. Deyir, mənə həci deyin. Özü də deyir, mənə dıvajdı həci deyin. Mənə deyir, dıvajdı meşədi deyin. Deyir, mən 2 dəfə olmuşam, deyir, meşədi. O, əslaf, olmuşsan da. Necə olmaqla sən kiməsə minnət qoymalsan. Mənə həci deyin. Gedir şeytana daş atır. Allah Teala 7-ci surənin 27-ci ayəsini, yəni onun bir hissəsini söyləyirəm sizə. Deyir ki, şeytan və onun qəbiləsi sizi o yerdən görür ki, siz onu görmürsünüz. Bəs nə yaxşı bu qədər 100 minlərlə insan hər il gedir orada daş atırlar şeytana. Onda ya Allah düz demir bu Quranda, ya da ki bu insanlar düz eləmir. Hansı sizcə düz ola bilər? Əlbəttə ki bu insanlar əyiliblər şeytana tərəf. Şeytan gözəl göstərir onlara əməllərini ki, bir növ elə bir ki, atırlar, ancaq bilmirlər hara atırlar, nə üçün atırlar. Özlərindən hədis də düzəldiblər. Deyir, bu bir sən nədən yaranır? Deyir, o vaxtı deyir, İbrahim əleyhissalam deyir, oğlunu deyir, getirdiyi bıçaqla kesməyi Allah yoluna, deyir, şeytan ona dedi ki, eləmə yine, sən nə edirsən, belə, nə? Deyir, getirdi, nə dedi, nə tərdi, daşı bıyırlatsa, getdi deydi, deyir, şeytanın gözünə. Deyir, o gündən qaldı bu məsəl, Allah kör şeytana lənət etsin, əstağfurullah. Və şeytan bugün Allaha qulluq edir. Allah Teala ona vəzifə verir. Şeytan bizim üçün bugün sınaqdır. Şeytandan yalnız Allaha pənah aparmaq olar. Allaha onun yaxasından tutarmalısın. Allah ilə güvənməlisən, Allah ilə sığınmalısın. Yoxsa ki, daş atın mən şeytana ondan tutarmaq üçün. Ne üçün bəyəm? Əslən, icsaddır bəyəm bu. Vəhşi heyvandır ki, tüfən getirin, vurum onu ki ya, ondan yaxa tutarım. Sən şeytandan Allahın bu Quranın vasitəsilə Allahdan başqa sən bir dənə sən silah tapa bilməzsən onun üzərinə getməyə. Tüstüsüz otdan yaranmış bir varlıqdır. Sən onun üzərində neyle gedə bilərsən ki, sana qələbə çalasan? Yalnız və yalnız Allahın ayələri ilə. Allaha güvənib, Allaha sığınıb, Allahın bu güllələri ilə onun üzərinə gedib qələbə çala bilərsin. Allah razı olsun mənim əzlərim. Allah sonsuz sayda şükürlər olsun. Allah elmindən çoxlu danışmaq olar. Əlbəttə ki, dəryalar tükənər. Meşələr qələm olsa, onlar sınar, dağlar qurtarar. Amma Allahın sözü tükənməz. Çünki Allah elə bir varlıqdır ki, biz Allahı dərk edə bilmərik. Allahı yalnız biz Quranın vasitəsilə tanıya bilərik. Allahı özümüzə, bəli, Allah deyir ki, məni özünüzə dost, arxa, vəkil götürün. Allah gör nə boyda minnət qoyur, şükürlər olsun onun cəlalına ki, o bizim üzərimizə minnət qoyur ki, biz Allahı özümüzə dost götürək. Mən kiməm ki, belə baxanda Allah bərabərimdir. Ki, Allah məni dəvət edir ki, məni özümüzə dost götürün. Allah sonsuz sayda şükürlər olsun. Mən özümü də siz İbrahim oğullardır, Adəm oğullardır dəvət edirəm ki, gəlin Allahın qədrini haqq qədr ilə bilək. Allaha çoxlu şükürlər eləyək. Allahın bizə verdiyi bu ruz nemətin şükrünü yerinə yetirək. Süslük göstərməyək Allahın yolunda. Ki Allah da bizə olan neymətini tamamla kəmal etsin. Allahın salam və salavatı olsun. İndi isə inşallah qalxıram mən gecə yalvarış islahatını yerinə yetirməkdən ötürü. Saat 21:52-dir. Ben gecənin vaxtına baxardım. Duanı vereyim öncədən inşallah. Sonra Allahın köməyi ilə qoy daha da Nicat Əleyhisselam gecənin vaxtına baxar. Rəbbimiz cəzalandırma bizi əgər ondarıqsa yaxud xəta edəriksə.
Rəbbimiz yükləmə üzərimizə ağırlığı, nə qədər yüklədin üzərinə o kəslərini ki, bizdən qabaq var edilər. Amin. Neçə dedin? 43 tane, Allah razı olsun. Allah razı olsun. Rəbbimiz yükləmə üzərimizə ağırlığı, nə qədər yüklədin üzərinə o kəslərini ki, bizdən qabaq var edilər. Amin. Rəbbimiz yükləmə bizə nə ki taqətimiz yoxdur ona. Amin. Əfv et bizdən və bağışla bizim üçün və rəhm et bizə. Amin. Sən bizim Mevlamızsan və yardım et bizə üzərində inanmayan qovmun. Amin. Rəbbimiz qəbirlərimizin əyilməyinə imkan vermə, ondan sonraki hidayət edibsən bizi. Və bəxş et bizim üçün öz yanında rəhmət. Amin. Həqiqətən sən hədiyyə verənsən. Amin. Rəbbimiz həqiqətən biz inandıq və bağışla bizim üçün günahlarımızı və bizi o da zalımdan qoru. Amin. Allahım mənim malikisən mülklərin. Amin. Verirsən mülk kimə istəsən və alırsan mülkü kimdən istəsən. Amin. Və izzətlidir kim istəsən və zillətlidir kim istəsən. Amin. Sənin əlinlədir xeyir, həqiqətən sən üzərində küllü şeyin qadirsən. Amin. Cövlan edirsən gecəni gündüzdə və cövlan edirsən gündüzü gecədə. Amin. Və xaric edirsən dirini meyitdən və xaric edirsən meyti diridən. Amin. Və ruzi verirsən kimə istəsən qeyri hesab. Amin. Rəbbimiz bağışla bizim üçün günahlarımızı və işimizdə israfkarlığımızı Amin. və sabit et qədəmlərimizi və inanmayan qovma qarşı bizə yardım et. Amin. Rəbbimiz sənin rəhmətin və elmin küllü şey əhatə edir. Amin. Və bağışla o kəsləri ki, qayıdıblar və tabi edirlər sənin yoluna. Amin. Və qoru onları cəhənnəm əzabından. Amin. Rəbbimiz və daxil et onları ədin cənnətlərinə, hansı ki, vədə vermişdin onlara o kəsə ki, salih atalarından və zövcələrindən və zürriyyətlərindən. Amin. Həqiqətən sən əzizsən, həkimsən. Amin. Və qoru onları pislikdən və kimi pislikdən qorusan, o gündə ona rəhm etmiş olarsan. Amin. Və budur əzəmətli uğur. Amin. Rəbbimiz bəxş et bizim üçün zövcələrimizdən və zürriyyətimizdən gözümüzün işığı olana. Amin. Və et bizi müttəqilər üçün onlar. Amin. Rəbbimiz et bizi sənə təslim olan və zürriyyətimizdən sənə təslim olan ümmət. Amin. Və görək biz əslikimizi. Amin. Və tövbə et üzerimizə bizim həqiqətən sən təvvabsan, rəhimsən. Amin. Rəbbimiz artır üzerimizə səbir və sabit et qədəmlərimizi və yardım et üzərində inanmayan qovmu. Amin. Rəbbimiz həqiqətən sən bilirsən nə ki məxfi edək və nə ki elan edək. Amin. Və bir şey məxfi qalmaz Allaha səmada və ərzdə. Amin. Rəbbimiz həqiqətən biz eşitdik dəvət edənin imana çağırışını. Amin. İman getirin Rəbbinizə və biz iman getirdik. Amin. Rəbbimiz bağışla günahlarımızı bizim üçün və təmizlə bizi pisliklərimizdə və vəfat bağışla bizə doğru olanlarla birlikdə. Amin. Rəbbimiz əta et bizə nə ki vəd etmişdin bizə öz rəsullarının vasitəsilə. Amin. Və rüsvay etmə bizi qiyamət günündə. Amin. Həqiqətən sən vədinə xilaf çıxmazsan. Amin. Rəbbimiz et bizi və zürriyyətimizi islahat üçün ayağa qalxan. Amin. Rəbbimiz istəyimizi qəbul et. Amin. Rəbbimiz həqiqətən bizə nazil edəcəyin xeyrə möhtacıq. Amin. Rəbbimiz bəxş et bizə hikmət və bizi salihlərlə birləşdir. Amin. Və et bizi axırdakılar arasında doğru dil. Amin. Və et bizi nəyim cənnətlərinin varislərindən. Amin. Və rüsvay etmə qalxma günündə. Amin. O gündə yoxdur mənfəətin, mal, dövlətin və oğulların, ancaq kim ki gələrsə Allaha tərəf salim qəlblə. Amin. Rəbbimiz öyrət bizə şükr edək sənin nemətinə, hansı ki neymət verdin bizə və bizim valideynlərimizə. Amin. Və ondan ötürü ki əməllərimizi islah edək, hansı ki sən ondan razı qalasın. Amin. Və daxil et bizi öz rəhmətinə salih bəndələrinin içərisində olan halına. Amin. Rəbbimiz sənə təvəkkül edirik və sənə tərəf döndük və sənə tərəf bir qayıdış. Amin. Həmd, şükür, tərif Allah üçündür, Rəbbidir aləmlərin. Amin. Və burada üzr istəyirəm hamıdan. Burada hansındaydı o İzzət? İzzətlidir. Hə, deyil. Bunu bir dənə düzəliş verginə ki, maşınayla gedəndə oxuyursan onu və sərfə yol verirsən. Və deyir, verirsən mülk kimə istəsən və alırsan mülkü kimdən istəsən və izzətlidir kim istəsə və zillətlidir kim istəsə. Yəni, sənin əlinlədir xeyr. Yəni ki, Allah Teala'da yoxdur səni qaranlığa salsın. İnsan qaranlığa özünü salır. Allah Teala göndərib bu Quranı ki, insanlar bununla yollarını işıqlandırsınlar. Bu bir çıraqdır. Yoxsa ki, bəli görürsən bayaqlarda mən özüm səhvə yol verdim ki, yəni zillətlidir kimi istəsə. Yəni Allah Teala zillətli eləmir heç kimi. Zillətlidir kim istəsə. Yəni kim o yolu seçirsə, Allah onu tərk edir o yolda.
Allah heç vaxt heç kimi qaranlığa salmır. Əksinə, Allah istəməsəydi ki, biz nicat tapaq, Allah Teala bizə bu Quranı göndərməzdi. Yaradardı bizi, öldürərdi, sonra aparıb basardı bizi cəhənnəmə. Bəziləri var, deyirlər ki, Allah Teala əgər hər şeyi bilirsə ya, bilir ki, mən kafir olacağım, ne üçün mən kafir yarar? Estağfurullah. O ağılsız insanlar deyərlər o sözü. Yəni, ağlı olan kəs heç vaxt Allaha pis sifət verməz. Vaxtımız çox azdır, üzr dilərim. İnşallah indi isə qalxırıq, gecə islahatını yerinə yetirməkdədir. Aləmlərin Rəbbinə yaxın olmaqdan ötürü gecə yalvarış islahatının yerinə yetirib vacib olduğu üçün Allah o böyükdür. Həm də Allah üçündür Rəbbül aləmləri. Rəhmandır, rəhimdir, malikidir günün. Təkcə sənə ibadət edir, tək səndən deyil. Hidayət et bizi yolun düzünə, yoluna kəslərin ki, onlara öz nimet verirsən. Yolundan çıxanların, zalətdə olanların yoluna yol. Allah vahiddir, Allah ehtiyatsızdır, əbədidir. Deyil evlad olmadan oxşar saydır, əbəd Allah-u Beyt. Subhandır Rəbbimiz, oldu Rəbbimizin vədi fəaliyyəti. Eşidir Allah kəsi ki, həm də tərflər ondan bağışlanmaqdır. Allah o böyükdür. Subhandır Rəbbimiz, oldu Rəbbimizin vədi fəaliyyəti. Eşidir Allah kəsi ki, həm də tərflər ondan bağışlanmaqdır. Allah o böyükdür. Həm də Allah üçündür Rəbbül aləmləri. Rəhmandır, rəhimdir, malikidir günün dinin. Təkcə sənə ibadət edin, tək səndən deyil. Hidayət et bizi yolun düzünə, yoluna o kəslərin ki, onlara öz nimet verirsən. Yolundan çıxanların, zəvarətdə olanların yoluna yol. O Allah vahiddir, Allah ehtiyatsızdır, əbədidir. Deyil evladır olmadan oxşar saydır, əbəd Allah-u Beyt. Subhandır Rəbbimiz, oldu Rəbbimizin vədi fəaliyyətini, eşidir Allah ki, həm də tərflərindən bağışlanmaq. Allah böyükdür. Subhandır Rəbbimiz, oldu Rəbbimizin vədi fəaliyyətini, eşidir Allah ki, həm də tərflərindən bağışlanmaq. Allah böyükdür. Həm də Allah üçündür Rəbbül aləmləri. Şəhadət verir Allahdan başqa qeyridir, Allahın yoxdur, Allah vahiddir, şəriki yox. Şəhadət verir Allahın üçün göndərdiyi Rəsulları və nəbilərə, haqq Rəbbinin salamı olsun Rəsulları və nəbilərə. Salamı olsun əvvəllərin islah edir, bir haqq və səbir təsir edənlərlə. Salamı olsun Allah'a, salamı olsun. Bağışla Allah, bağışla Allah, bağışla Allah. Həm də Allah üçündür, Rəbbidir aləmlərin. Allah razı olsun, Allah qəbul etsin, Allahın salam və salavatı olsun. Mən sizinlə sağollaşıram. Gələn görüşlərə dək Allah əzəldən aman verərsə, yenə də görüşərik, Allahı çoxlu yad edərik. Həm Allah üçündür, Rəbbidir aləmlərin. Allah razı olsun, Allah'a salam olsun.